2008-ci il 1-ci qrup variant A. Sual 1. Vakuum fotoelementinin katodunun materialı üçün elektronların çıxış işi 2 elektron voltdur. Bu fotoelementin katodunun üzərinə fotonlarının enerjisi 2,45 elektron volt olan işıq düşdükdə qopan elektronlarının maksimal sürətini hesablayın. İlk öncə burada fotoeffekt üçün Einstein tənliyi yazarıq. Y foton bərabərdir. Y kinetik üzərinə gəlinsin A çıxış. Buradan kinetik enerjini tapaq. Y kinetik bərabərdir. Y foton çıxılsın A çıxış. 2,45-dən 2 elektron voltu çıxdığımız zaman alırıq 0,45 elektron volt. Sonra baxırıq ki, deyir, qopan fotoelektronların maksimal sürətini hesabla. Ona görə də kinetik enerjinin sürətlə olan düsturunu yazarıq. Y kinetik bərabərdir. mv kvadratı bölünsün 2. Sürəti istədiyi üçün düsturdan sürəti tapsaq V bərabər kökün altında 2 vurulsun Y kinetik bölünsün M. Bərabərdir. Verilənləri yerinə qoyuruq. 2 vurulsun. Kinetik enerjiyə 0,45 elektron volt aldıq. Sadəcə burada biz 1 elektron volt 1,6 10 üstü mənfi 19 joule olduğu üçün çevirmə eləməliyik. Vururuq 1,6 10 üstü mənfi 19-a. Bölürük. Kütləni isə bizə veribdir. 9 vurulsun 10 üstü mənfi 31. Bunu isə hesabladığımız zaman alınacaq. Birinci sualımızda 4 vurulsun 10 üstü 5 metr bölünsün saniyə. Doğru cavab C variantı. İkinci suala keçirik. Şəkildə cəryanlı naqillərin kəsikləri göstərilmişdir. Cəryan şiddətləri I1 və I2 olan naqillər tərəfindən I3 cəryanı axan naqilə təsir edən amper qüvvələrinin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? İlk öncə maqnit sahəsində yadımıza salmalıyıq ki, eyni istiqamətli cərəyanlı naqillər bir-birini cəzb edir, lakin əks istiqamətli cərəyanlı naqillər isə bir-birini dəf edir. Ona görə bizdən 3 naqilinə təsir edəni soruşduğuna görə baxırıq ki, 3 ilə 1 əks istiqamətlidir, ona görə bir-birlərini dəf edəcəklər. Daha sonra 3 ilə 2-yə baxırıq, onlar da əks istiqamətli naqillər olduğu üçün bir-birlərini dəf edirlər. Və üçüncünün əvəzləyicisi yuxarıya doğru getmiş olur. İkinci sual A variantı. Üçüncü suala keçirik. Şəkildə detektorla qəbul edicinin sxemi göstərilmişdir. Qəbul edicinin hansı elementinin köməyi ilə pulsasiya edən cəryanın hamarlanması həyata keçirilir? Yadınızda saxlamalısınız. Burada bir antenadır, rəqslərin qəbulunu həyata keçirir. Antena rəqslərin qəbulunu həyata keçirəndən sonra ötürür 2-yə rəqs konturuna, radiostansiyaya köklənməni həyata keçirir. Hansı ki, burada şəkildə gördüyümüz bu dəyişən tutumlu kondensatırdır. Biz dəyişən tutumlu kondensatorun tutumunu artırırıqsa, daha uzun dalğalara köklənməni, azaldırıqsa, daha qısa dalğalara köklənməni həyata keçiririk. Daha sonra ötürülür 3-ə, 3 detektordur. Detektor rəqsləri detekt edir və düzləndirir. Daha sonra isə pulsasiya olunmaq üçün ötürülür sabit tutumlu kondensatora. Orada hansı ki sualımızın cavabı pulsasiya edən dediyinə görə 4-dür. Pulsasiya ediləndən sonra isə ötürülür 5-ə ucadan danışana və səsə dönüşür. Yəni bizim 3-cü sualımız D variantı olacaq. 4-cü suala keçirik. Kiçik deformasiyalarda yayın sərtliyinin onun mütləq uzanmasından asıllıq qrafiki hansıdır? Yadınızda saxlayın. Sərtlik mütləq uzanmadan asılı deyil. Çünki sərtliyin asılı olduğu düstur K bərabərdir, SY bölünsün L0-dır. Yəni K yalnız SY bölünsün L0-dan asılıdır. Və K, məsələn, deyirik ki, F-dən, M-dən, X-dan, delta L-dən bu kimi kəmiyyətlərdənsə asılı deyil. K yalnız SY bölünsün L0-dan asılıdır. Burada S sahədir, Y Young moduludur, L0 isə başlanğıc uzunluqdur. Hansı ki, burada S sahə olduğu üçün S-in yerinə pi r kvadratı qoya bilərsiniz və yaxud da S-in yerinə pi d kvadratı bölünsün 4 yaza bilərsiniz. Bizim 4-cü sualımızın cavabı D variantı olacaq. 5-ci sualımıza keçid edirik. 5-ci sual, sabit kütləli qazın 3 halı VT diaqramında 1, 2 və 3 nöqtələri ilə göstərilmişdir. Qazın bu hallardakı P1, P2 və P3 təzyiqlərini müqayisə edin.
İlk öncə Mendeleev-Klapeyron tənliyini yazsaq, PV bərabərdir M bölünsün M vurulsun R vurulsun T. Burada sabitlərin üzərindən xətt çəkirəm, çünki burada bizə lazım deyil. Və sabit kütləli dediyinə görə də M-in də üstündən xətt çəksək, qısa şəkildə PV bərabərdir T yazarıq. Burada isə biz baxırıq ki, V ilə T o zaman sıfırdan keçən düz xətt olar ki, təzyiq sabit olsun. Baxın, 1 ayrı sıfırdan keçən xəttdir, 2 ilə də 3 bir ayrı sıfırdan keçən xəttdir. Deməli, P2 bərabərdir P3-ə, P1 isə bu şəkildə qoyuruq. Çünki P1-in bir ayrı bucağı var, 2 ilə 3-ün bir ayrı bucağı var. İndi isə biz 1-i 2 və 3 ilə müqayisə eləməliyik. Bunun üçün də PV bərabər T düsturunda P-ni tapsaq olacaqdır. Yanındakı V məxrəcə, T çıxır sürətə. Biz də bilirik ki, məsələn, burada bucağı bura qoysaq, çünki biz buradan bucaq qoyub müqayisə eləyəcəyik. Bura T-dir, burada V-dir. Bu qarşıdakı katetdir, bu isə bitişik katetdir. Qarşıdakı katetin bitişik katetə nisbəti tangens alfadır. Lakin düsturda T bölünsün V olduğu üçün bitişiyin qarşıdakına nisbəti olduğu üçün kotangens alfa olacaqdır. Tangens alfa artan funksiyadır. Çünki bucaq artdıqca tangensin qiyməti artır. Lakin kotangens alfa bucaqla tərs asılıdır. Yəni bucaq artdıqca kotangensin qiyməti azalır. Yəni, bucaqla tərs olduğuna görə biz bunu müqayisə eləsək, bucağa fikir verməliyik. Baxın, bucağı deməli kiçildikcə qiyməti böyüyəcək. 1-in bucağı daha çoxdur, 2 və 3-ün bucağı azdır. Dediyimiz kimi, kotangensdə bucaqla tərs asılı olduğu üçün biz bucağı kiçik olanı daha böyük götürürük. Yəni ki, 2 və 3-ü birdən daha böyük götürürük. Bizim doğru cavabımız olur B variantı. Keçirik 6-cı sualımıza. Düzxətli bərabər yavaşlayan hərəkət edən və təcili şəkildəki kimi yönəlmiş cismin sürəti hansı istiqamətdədir? Yadınızda saxlayırsınız, bərabər yeyinləşən hərəkətdən əgər söhbət gedərsə, bərabər yeyinləşən hərəkətdə sürət və təcil eyni istiqamətdə yönəlir, aralarındakı bucaq 0 dərəcə olur. Lakin bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları əks istiqamətlərdə yönəlir və aralarındakı bucaq 180 dərəcəyə bərabər olur. Ona görə də təcil burada yavaşlayan dediyinə görə aralarındakı bucaq 180 dərəcə olmalıdır. Təcil aşağıya gedirsə, sürəti isə biz yuxarıya gedəni götürürük. Yəni cavabımız B variantı olur. 7-ci suala keçirik. Cismin təcili şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdədir? Biz burada F bərabərdir M vurulsun A-dan istifadə edərik və gördüyünüz kimi eyni bir cisim üçün F A-ya bərabərdir. Yəni qüvvə və təcilin istiqamətləri eyni istiqamətlidir. Cavabımız 1 olacaq. 7-ci sualımız S. 8. Xüsusi ərimə istiliyinin vahidi hansıdır? Xüsusi ərimə istiliyindən danışanda Q bərabər lambda M düsturundan lambdanı tapdığımız zaman Q bölünsün M olur. Q istilik miqdarı joule, M isə kütlə olduğu üçün kiloqramdır. Doğru cavabımız 8-ci sualımız D variantı. Keçirik 9-cu sualımıza. Şəkildə bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar genişlənmədə qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? İlk öncə biz burada baxırıq ki, bizə izobar genişlənmə deyir. İzobar deyirsə təzyiq sabit qalmalıdır. Yəni ki, həcmin sabit qaldığı cavabları çıxırıq. Ya 1-2, ya 3-4-dür. Burada isə genişlənmə deyirsə həcm artmalıdır. Həcmin azaldığı variantı çıxırıq. Yəni biz burada 1-dən 2-yə hissəsini götürürük. İzobar genişlənmə dediyi üçün. Və bizdən daxil enerjini soruşur. Bir atomlu ideal qazdan söhbət gedirsə, əmsalları mütləq şəkildə nəzərə almaq lazımdır. Daxili enerjinin isə əmsalı 2-də 3-lə təyin olunur. Ona görə U bərabər 2-də 3 vurulsun P delta V düsturundan istifadə edərik. Burada diqqətinizə çatdırım ki, biz deltanı V-nin qabağına niyə qoyduq? Çünki izobar deyirsə, təzyiq dəyişə bilməz. Delta dəyişməsini biz ona görə də həcmin qarşısına qoyuruq. Düsturumuz U bərabər 2-də 3 P delta V-dir. 2-də 3 vurulsun. Təzyiqi bizə, baxın, 1-dən 2 hissəsində 3P0 veriblər. Həcm isə V0-dan 3V0-a artdığına görə 2V0 olmuşdur. Yazırıq 2V0. Buradan 2-ləri ixtisar aparsaq, eləyəcək 9P0V0. Doğru cavabımız B variantı.
Sual 10. Sönən harmonik rəqslər üçün sürətin proyeksiyasının zamanlaslıq qrafiki hansıdır? Yadınızda saxlayın, amplitudu get-gedə kiçilən rəqslərə biz sönən rəqslər deyirik. Ona görə də 10-cu sualımız S variantı olur. 11. Səthə təsir edən 150 Newton təzyiq qüvvəsi 0,2 kilopascal təzyiqi yaradırsa, səthin sahəsini hesablayın. F 150-dir. Təzyiq qüvvəsini bizə P-ni isə veribdir 0,2 kilopascal. Buna yazarıq 0,2 vurulsun 10 üstü 3 pascal, yəni 200 pascal. P bərabərdir, təzyiqin düsturunu yazarıq, F bölünsün S. Səthin sahəsini istədiyinə görə S bərabərdir, F bölünsün P. Yəni 150 bölünsün 200. Bunu isə ixtisar apardığımız zaman eləyəcək 0,75. 11 A variantı olur. 12. Şəkildə cərəyanlı düz naqilin N kəsiyi təsvir edilmişdir. M nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiyasının istiqaməti hansıdır? Baxırıq ki, bizə burada cərəyanlı naqil veriblər. Biz bu cərəyanlı naqili M nöqtəsində istədiyinə görə M nöqtəsinə gətiririk. Bunu M nöqtəsinə gətirsək bu şəkildə olacaq. Və X nöqtə olanda normalda nöqtə şəkilli cərəyanlı naqil həmişə sadə əqrəbin əks istiqamətində fırladılır. X şəkilli cərəyanlı naqil isə biz həmişə demişik ki, sadə əqrəb istiqamətində fırlamaq lazımdır. Və biz bunu sadə əqrəb istiqamətində fırlayırıq. Və baxırıq ki, M nöqtəsində bunun istiqaməti yuxarıya doğru getdi. Yəni 12-ci sualımız S variantı oldu. Davam edirik 13-cü sualımızla. 13-cü sualımızda M kütləli cisim şaquli müstəvidə verilmiş radiuslu çevrə boyunca V sürəti ilə bərabər sürətli hərəkət edir. 1/4 T müddətində cismin kinetik enerjisinin dəyişməsini hesablayın. İlk öncə burada sizə qeyd vermək istəyirəm. Hansı ki, çevrə çəkəndə zaman anlarına bölsək, T bərabər T, T bərabərdir 4/1 T, sonra 2/1 T, bura isə T bərabərdir 4/3 T'dir. Ümumi olaraq çevrə üzrə hərəkətdə bilirik ki, modulda A, modulda V, modulda P, modulda F, YK və omega sabit qalır. Fikir verirsiniz, burada modulda yazdıqlarım da var, eləcə yazdıqlarım da var. Modulda o deməkdir ki, bunlar istiqamətcə dəyişirlər çevrə üzrə hərəkətdə. İstiqamətcə dəyişirlər, lakin qiymətcə dəyişmirlər. Ona görə modula salmışıq. Lakin YK ilə omeganı eləcə sabit yazmışıq. Eləcə sabit qalmaq o məna daşıyır ki, yəni bu kəmiyyətlər, kinetik enerji və bucaq sürəti çevrə üzrə hərəkətdə qiymətcə və istiqamətcə dəyişmirlər. Məsələn, deyək ki, kinetik enerji 4/1-də 5 alıbsa, onda burada da 5 alacaq və istiqamətcə dəyişmir. Qiymət və istiqamətcə dəyişmir. Qiymət və istiqamətcə dəyişmədiyinə görə də dəyişməsi sıfırdır. Çünki hər iki hissədə məsələn 5 aldısa, onda delta YK-nı tapanda Y2-dən Y1 çıxsaq, məsələn 5-dən 5 çıxsa 0 qalacaq. Ona görə də çevrə üzrə hərəkətdə yadınızda saxlayırsınız, kinetik enerjinin dəyişməsi sıfıra bərabər olur. 13 Y variantı. 14. Şəkildə 3 müxtəlif elektrolit məhlulu üçün elektroliz nəticəsində eyni zaman müddətində elektrodda ayrılan maddənin kütləsinin elektrolitdən keçən cərəyan şiddətindən asılılığı göstərilmişdir. Hansı münasibət doğrudur? İlk öncə burada Faradayın birinci qanunu yazarıq elektroliz qanununda. M bərabərdir K düsturundan istifadə edirik. Q'nün də yerinə I vurulsun T yazsaq K, I, T. Və K-nı tapsaq düsturdan K bərabər olacaq M bölünsün I vurulsun T. Eyni zaman müddətində deyir deyə zaman dəyişmir. Onda K bərabərdir M bölünsün I kimi baxarıq. Burada mən kənarda sizə belə bir şey göstərəcəm. Burada M, burada I veriblərsə bizə. Biz buranı 1 katet, buranı 1 katet deyib bucağı bura qoysaq, bura M, bura I-dir. Tangens alfada qarşıdakı katet, yəni M-in bitişiyə, yəni I-yə nisbətidir. Bu da M bölünsün I olduğu üçün K-nı verəcək. Tangens alfadır, tangens bucaqla düz asıldı. Bucaq artdıqca tangensin də qiyməti artır. Baxın, burada ən böyük bucaq 1-dədir, ən kiçik 3-dədir.
Ona görə də bizdə burada ən böyük 1, sonra 2, ən balacası isə 3 olacaqdır. 15-ci suala keçirik. Hansı sxem helyum atomunun modelinə uyğundur? Demək, helyum ümumiyyətlə formulunu yazsaq, helyum 2-4-dür. M4, Q'su isə 2-dir. Buradan da göründüyü kimi nukleonlarının sayı 4-dür. Ona görə içərisində proton və neйтronların cəmi 4 olmalıdır. Və helyum atomu üçün burada elektronları 2-dir. Yəni və 2 olduğundan da birinci energetik səviyyədə yerləşir. Deməli, 2 elektronu birinci energetik səviyyədə yerləşir, 4 dənə də nukleonu var. Ona görə 15-ci sualımız B variantı olur. 16-cı sual. 16-cı sual proqramdan çıxarılıbdır. 17-ci suala keçirik. Şəkildə çevrə üzrə bərabər sürətli hərəkətdə radius vektorunun dönmə bucağının zamana nasıllıq qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın. Çevrə üzrə hərəkətdə bucaq sürəti omega bərabərdir. Fi bölünsün T düsturu ilə təyin olunur. Və hətta biz deyirdik ki, omega T'dən asılılığı bizə fiqur verirdi. Fiqurun da sahəsi bizə verirdi fini, omeganın T'dən asıllığında. Burada isə sadəcə omega bərabər fi bölünsün T yazırıq. Ya 40-ı bölə bilərsiniz 10-a, ya da 20-ni bölə bilərsiniz 5-ə. Cavab eləyəcəkdir. 17-ci sualımızda 4A variantı. Keçirik 19-cu sualımıza. Bir saniyə, 17-18-ci sualımıza keçirik. Proton 10 megametr bölünsün saniyə sürəti ilə hərəkət edir. Baxın, burada sürəti yazarıq V bərabər 10 vurulsun 10 üstü 6 metr bölünsün saniyə. Daha sonra radiusu 10 santimetrdir. Biz də radiusa yazarıq ki, R bərabər 10 vurulsun 10 üstü mənfi 2 metr. Və maqnit sahəsinin induksiyasını istəyir bizdən. M-i verib, yeni veribdir. R bərabərdir MV bölünsün YB düsturundan istifadə edərik. Buradansa B-ni istəyir. B-ni tapdığımız zaman olacaq MV bölünsün R vurulsun Y. Verilənləri yerinə qoysaq 1,6 10 üstü mənfi 27 vurulsun. Sürət 10 vurulsun 10 üstü 6 bölünsün. R 10 vurulsun 10 üstü mənfi 2 vurulsun. Y'nin də qiyməti 1,6 10 üstü mənfi 19'dur. Bunları hesabladığımız zaman eləyəcək 1 Tesla. 18 D variantı olacaq. Keçirik 19-cu sualımıza. Kütləsi yerin kütləsindən 8 dəfə, radiusu isə 4 dəfə böyük olan planetin səthində sərbəst düşmə təcilini hesablayın. Kütləsi yerin kütləsindən 8 dəfə böyükdürsə, yazırıq ki, M planet bərabər 8 M yer. Radiusu isə 4 dəfə böyükdür. Yəni R planet bərabər 4 R yer. Sonra planetin səthində sərbəst düşmə təcilini hesablayın deyir. J yer 10, J planet sual. Planetin səthində sərbəst düşmə təcilinin düsturunu yazarıq. Bilirik ki, düsturumuz J bərabərdir, JM bölünsün R-in kvadratıdır. Bu düstura əsasən J M-dən düz asılıdır. J yer bölünsün J planet bərabər M yer bölünsün M planet vurulsun. J R-dənsə kvadratik tərs asılıdır. Ona görə R planetin kvadratı bölünsün R yerin kvadratı yazarıq. J yer 10 bölünsün J planet bərabərdir. M yeri olduğu kimi saxlayarıq. M planetə 8 M yeri qoyarıq, vurulsun. R planetin kvadratını nəzərə alsaq, 16 R yerin kvadratı bölünsün R yerin kvadratı. İxtisar aparsaq, bununla bunu aparsaq 2, 2 ilə də 10 gedəcək, olacaq J planet bərabərdir 5 metr bölünsün saniyənin kvadratı. Yəni doğru cavabımız 19-cu sualımızda Y variantı olur. 20-ci sual. Kəmiyyətlərdən hansı vektorialdır? Sıxlıq rho ilə yazılır. Bunun başına heç vaxt ox qoymuruq. Skalyardır. Konsentrasiya balaca N hərfindən yazılır. Skalyardır. İnduktivlik L skalyardır. Güc N və yaxud da P skalyardır. Amma cismin impulsu P bərabər M vurulsun V düsturundan təyin olunur və vektorial fiziki kəmiyyətdir. 21. Yüklənmiş kondensatorun enerjisi hansı ifadə ilə müəyyən olunur? Elektrik sahəsinin enerji düsturları CU kvadratı bölünsün 2, Q kvadratı bölünsün 2C və QU bölünsün 2'dir. 21-ci sualımızda doğru cavab A variantı.
22. El induktivlikli sarğacı olan elektrik dövrəsindəki dəyişən cəryan şiddətinin amplitudunun tezlikdən asılılıq qrafiki hansıdır? Baxın, şəkildən də bəlli olduğu kimi induktiv müqamətli dövrədir bu. İnduktivliyin düsturunu yazsaq, induktiv müqamətin düsturunu yazsaq, XL bərabərdir omega L. XL burada R deməkdir. R-in də yerinə U böl I yazarıq. Bərabərdir omega L. Gördüyümüz kimi I omegadan tərs asılıdır. 22-ci sual A variantı olacaq. Davam edirik 23-cü sual. Şəkildə göstərilən hansı nöqtələr arasındakı məsafə linzanın baş fokus məsafəsinə uyğundur? İki cür linzadan tanış olmuşuq. Toplayıcı linza və səpici linza. Toplayıcı linzada gəlib dəyən şüalar sınandan sonra fokusdan keçir. Amma səpici linzadan danışanda səpiciyə gəlib dəyəndən sonra gedir, bu şəkildə səpələnir və uzantısı gəlib fokusdan keçir. O da uzantısı fokusdan keçən gördüyümüz kimi A nöqtəsindən keçdiyi üçün baş fokus məsafəsi A nöqtəsinə təsadüf edəcək. 23-cü sualımız olacaqdır. O-dan A-ya, Y variantı. 24. Halqa şəkilli naqilin A və B nöqtələri cəryan mənbəyinin qütblərinə birləşdirilmişdir. Cəryan şiddətlərinin I1 bölünsün I2 nisbətini müəyyən edin. Burada 360 dərəcə üçün uzunluqla asılılıq qurarıq. 360 dərəcəni 6 ilə bölsək, belə deyək. Elə bil ki, 60 dərəcəni burada 360 üçün 60-a x desək, buranın uzunluğuna 5x deyərik. Yəni biri 300 dərəcədir, biri 60 dərəcədir də 360-ı parçaladıq. Və düstur yazsaq, I bərabərdir U bölünsün R düsturunda, R-in yerinə Rho vurulsun, L bölünsün S düsturundan istifadə etsək, cəryan şiddətinin uzunluqla tərs olduğunu görərik. Ona görə də bizdən I1 bölünsün I2-ni istəyir, I1 bölünsün I2 bərabərdir, L2 bölünsün L1. İkincinin yerinə 5x yazarıq, birincinin isə yerinə x yazarıq. X-larımız gedəcək, olacaq 5. Doğru cavabımız 24-cü sualımız A variantı. 25. Bir cins elektrik sahəsində Q yükünün 1, 2 və 3 trayektoriyaları boyunca yerini dəyişəndə elektrostatik sahənin gördüyü işləri müqayisə edin. Məsələn, mən bura özümdən phi A desəm, burada phi B potensialı desəm, gördüyümüz kimi A, B bir-birindən fərqlidirlər. İşin düsturunu yazarıq. A bərabər QU, U'nun da yerinə phi A çıxılsın, phi B qoyarıq. A, B bir-birindən fərqli olduğu üçün bunları çıxanda sıfır eləməyəcək. Sıfırdan fərqli cavab eləyəcək. Ona görə B ola bilməz. Üçü də eyni potensiala gedir deyə, bunların üçünün də gördüyü iş bir-birinə bərabərdir. Lakin potensiallar başlanğıc və son potensial fərqli deyə, bunu çıxanda sıfırdan fərqli cavab eləyəcəkdir deyə, görülən işlər də yekunda sıfırdan fərqli olacaq. 25-ci sualımızda isə cavabımız Y variantı olacaq.